Demək, Zamiq Hüseynov səhnənin ən xarizmatik, ən yaraşıqlı ifaçılarından biridir. Qısqanclıq baş verirmi evdə? O qədər qadın, xanım sevgisi. Yox, əvvəllər var idi. İndi biraz öyrəşiblər. İndi də belə deyirəm, gələn də bilirdi ki, kimə gəlir. Gələn də və o bilməyəndə də onu öyrədirdilər ki, bilirdin ki, bu adam belədir, yəni bunun işi belədir. Amma müəyyən bir vaxtdan sonra baxırlar ki, mən normaldan da daha normalam axı. Yəni nə mənada? Mənim başqa bir gedəcək yerim yox. Müəyyən çevrəmiz var. Hamısını bilirlər. İşim, gücüm bu bəllidir. Çünki hamısı telefonlardadır. Bəs sən kişi olaraq qısqanc xarakterdəsən? Çox, həddindən çox. Dostlarımı qısqanmaram. Yaxşı insanlara, həmişə yaxşı insanlarla tanış eləyərəm, istəyərəm ki, ətrafımda daha çox insanlar, yaxşı insanlar olsun. Kimi görürəmsə, hətta çox vaxt ətrafda oturanda mənə körpü deyirlər, Zamiq körpüdür. Bir çox məqamlar var ki, hamısı sağlıq deyəndə deyirlər, bu ətrafı Zamiq birləşdirib. Ona görə də bu sağlıq Zamiqin sağlığına olsun ki, bizi birləşdirən odur. Bu məni sevindirir ki, o barədə qısqanc deyiləm. Amma sevgi mənim üçün qısqanclıq yoxsa, orada neysə düz deyil. Düz deyiləm. Elə hiss edirəm. Mən özümdən deyirəm, elə insanlar var ki, qısqanc deyil. Amma sevgidə qısqanclıq olmasa mənə gəlir ki, özümdə hiss edərəm ki, yox, doymuşum.